Bir xəstəm İmam Hüseyin əleyhissalama təvəssül etməklə şəfa tapdı. Yəni 40 yaşında bir xanım idi, şimal rayonlarından biri idi. Anasıyla və həyat yoldaşı ilə gəlmişdi. Çox sadə kənd həyatı yaşayan insanlar idi. Doğuşdan qüsur var idi. Ürəyindən çıxan aorta damarı ilə akciğer arteriyası arasında anadan gəlmə bir damar körpüsü var idi. İllərlə əməliyyatdan qaçmışdı. 40 yaşında artıq addım ata bilmirdi. Üzü gözü göm-göy göyərirdi və oğlu da əskərlikdə idi. Mən də Kərbaladan 2 ay idi gəlmişdim ziyarətdən. Mən bunu əməliyyata götürdüm. Çətin əməliyyat idi. Əməliyyat klassik texnikası ilə getmədi. O dəliyi, o damarı bağlaya bilmirdik, damarı dönüb, mümkün deyildi. Məcbur olduq, biz ürəyi söndürdük. Yəni ki, və elə damarı bağladıq. Həmin ərəfədə istər-istəməz beyin bəlkə də yaxşı qorunmadı. Bir hava emboliyası var idi, amma sürətli bir işləmişdik. İnsana ümid verən oydu ki, ağırlaşma inşallah olmaz. Amma o bir duyğu içəridə yaranmışdı. Reanimasiyada oyananda artıq aqressiv oyanmalar oldu. Yəni ki, nevrolojik statusu dəyişmişdi. Sonra təzədən yatsırdıq, təzədən bir də oyandanda artıq xəstənin sol tərəfi işləmirdi. Sol ayağı, sol qolu işləmirdi. Yəni, düzdür, biz ürəyi qurtarmışdıq, amma beyin istər-istəməz orada zədələnmişdi. Mən çox həyəcanlandım. Çox həyəcanlandım. Elə birbaşa otağıma getdim. İmam Hüseyin əleyhissalama təvəssül etdim. 2 rəkət ziyarət namazı qıldım. Bəhlərimi açdım, yalvardım. Mən bunu dəyərli Mail müəllimin müsahibəsində anlatmışam. Bir dəfə söhbət yenidən açıldı. Çox dua etdim. O gecə xəstənin başında oldum. Və inandırım sizi, Allah elə bil ki, dualarımı xəstəxanada qaldığım müddətcə etdiyim yaxşılıqlar, sədəqələr, qəlbləri sevindirmələr tamamən, yəni ki, bu xanım, çünki əskərlikdə olan bir evladı var idi, anasının əməliyyatından belə xəbərsiz idi, çox çətin bir yük, bir məzlum həyat yoldaşı var idi, türklər qərib deyərlər, qariban deyərlər, bir yazıq anası var idi, elə əstağfurullah, yəni elə bil ki, mən əlimdə sehirli çubuq var, mən bunu yaxşılaşdıracam falan. Yəni, mənəvi yük də ağır idi, amma ürəyimin dərinliyində İmam Hüseyin ağaya təvəssül etmişdim. Onun bir ümidi